Ver sonra. Bəzən düşünürəm, çətin vaxtlarda yanımızda olanlar, yaxşı günlərdə sanki yox olurlar. Qardaşlıq yalnız çətin anlarla ölçülür. Yaxşı günlərdəki soyuqluq nə üçündür? Əsl qardaşlıq həm yaxşı, həm pis gündə bir yerdə olmaq deyilmi? Niyə münasibətlə yalnız ehtiyac olanda yada düşür? Biz niyə bu qədər seçiciyik? Birinin yanında danışdığın söz başqa yerdə tamam başqa mənada eşidilirsə, bu münasibətlərin nə qədər dərin və səmimi olduğunu necə anlayaq? Yəni Allahın qabağına sən məzlum olaraq çıxasan. İkinci, yaxşı olar ki, ümumiyyətlə qardaşların barədə qəlbində heç nə qalmasın. Yəni o necə ki Allah Taala Qurani-Kərimdə o möminlərin duasını deyir. Yəni bizim qəlbimizdə qardaşlarımıza qarşı heç bir kin-kudurət saxlamamağı istəməliyik də Allah Taaladan. Bir də ki, yəni sələflərdən biri deyir, yoldaşı ona deyir ki, mən deyir gördüm ki, sənin yaxşı günündə qardaşlar var idi ki, sənin yanındaydı. Ancaq pis günündə onlar sənin yanında deyil də. Yəni elə bir sən yaxşı günündə elə bir səndən istifadə edirdilər, amma sən bu gün pis gündəsən, yoxdular, yanında yoxdular. O həmin o sələf alim qayıdır deyir ki, Subhanallah deyir, Allah Taala mənim vasitəmdən onlara xeyir nəsib elədi. Yəni qoy tək mənim onlara faydam dəysin. Pis gündə də imtahandır. Allah Taala bizi sınayır. Yəni ona görə mən qəlbimdə qardaşa qarşı heç bir kin-kudurət saxlamamalıyım. Yəni əlhəmdə, yəni sən necə yanaşmaq lazımdır? Qardaşdır, əlhəmdə. Yaxşı günündə də yanındadırsa Allah razı olsun. Pis günündə yanında deyilsə Allah razı olsun yenə. Ya Peyğəmbər sallallahu əleyhi və səlləm ona görə deyir ki, mən deyir məndən deyir qardaşlarım barədə gəlib mənə heç nə deməyin. Mən deyir onların qabağına qəlbim təmiz olaraq çıxmaq istəyirəm.